İxlaslı insanın həyatından nümunələr. Allaha şükürlər olsun ki, İslam tarixində bir çox ixlaslı insanlar gəlib keçmişdir. Onların həyat hekayələri özündən sonrakılar üçün bir yol göstərən işıq və hidayət nümunəsi olmuşdur. Bu insanların ən önündə isə peyğəmbərlər, Allahın onlara salamı olsun. Sonra isə peyğəmbərlərin önündə isə peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və səlləm gəlir. Həmçinin peyğəmbərlərin yaxın ətrafında olanlardan sahib olduqları ixlas sayəsində dünyanı fəth edən və insanların Allahın dininə girmələrinə rəhbərlik edən sahabələr, sonra tabeinlər, sonra da onlardan sonra gələnlər gəlir. Və misal olaraq ən birinci Abdullah ibn Mübarəkdən, Allah ona rəhmət eləsin, misal verəcəyik. Abd ibn Süleyman rahiməhullah nəql edir ki, Abdullah ibn Əl-Mübarəkin qoşununda Bizans üstünə göndərilən bir orduda yer almışdır. Düşmənlə üz-üzə gəldik. İki ordu qarşı-qarşıya gəldikdə düşmən səhvləri arasında biri qabağa çıxaraq tək-bətək döyüş üçün qarşısına çıxmağı bir adam istədi. Onun qarşısına müsəlman bir döyüşçü çıxdı. Bir saat davam edən mübarizədən sonra müsəlman döyüşçü Bizanslı döyüşçünü öldürdü. Daha sonra müsəlmanlara meydan oxuyan bir kişi də çıxdıqda onun da üstünə hücum edərək onu da öldürdü. Daha sonra üçüncüsü də gəldi, onu da qısa bir qarşı durmadan sonra öldürdü. İnsanlar onun kim olduğunu öyrənmək üçün ona yaxınlaşdılar. Amma o üzünü möhkəm örtüb, özünü gizlədirdi. Ubeydə belə deyir, onun kim olduğunu öyrənmək üçün irəli çıxanlardan biri də mən idim. Başını örtməyə çalışdığı yerin bir ucunu çəkdim. Yəni, yaylığın bir ucunu çəkdim və ona baxdım ki, o Abdullah ibn Mübarək idi. Abdullah ibn Mübarək üzünü açıb onu açığa çıxaran Əbu Ubeydəni qınayaraq belə dedi. Ey Əbu Ömər, məni ifşa edənlərdən biri də sənsənmi? Aynı. Amma elə insanlar var ki, nədir? Əməlləri üzə çıxmasının nədir? Xoşhab olur. Yaxşı. Buna görə də İmam Əhməd ibn Həmbəl onun haqqında belə deyirdi. Allah İbn Mübarəki etdiyi gizli bir əmələ görə ucaqdır. Abdullah ibn Mübarək tez-tez Tarsusa gələrdi. Tarsus yer adıdır. Raqqada bir evdə qalardı. Bu arada bir gənc onun yanına gəlib xidmət edər və ondan hədis dinləyərdi. Bir dəfə Abdullah ibn Mübarək Raqqaya gəlib gənci görmür. Gənci soruşur. Deyirlər ki, aldığı bir borca görə həbsdədir. Abdullah ibn Mübarək deyir, borcunun miqdarı nə qədərdir? Deyirlər ki, 10.000 dirhəm. Mal yiyəsinin kim olduğunu öyrənənə qədər araşdırır və onu bir gecə yanına çağırır. Ona 10.000 dirhəm verir, yaşadığı müddətdə bunu heç kimə xəbər verməməsi üçün and içdirir. Səhər olan kimi gənci həbsxanadan çıxart deyir. Yaxşı. Yəni, hətta deyir ki, and içdirir ki, heç kimə deməm. İkincisi, Həsən Basri və etdiklərini gizlətməsi. Həsən Basri, Allah ona rəhmət eləsin, belə deyir. Bəzi insanlar Quranı başdan ayağa oxuyar, amma bunu heç kəsə beyan etməzlər. Bəziləri də yüksək səviyyədə fiqh öyrənər, amma başqaları bu haqda heç xəbər tutmazlar. Bəziləri də qonaq yanında olduğu halda evinin bir küncündə uzun müddət namaz qılar, amma qonaqlar onun namaz qılmağından heç xəbərləri olmaz. Neçə-neçə insanlar gördüm, yer üzündəki bütün xeyirli əməlləri edərlər, amma heç kimsə onların etdiklərindən əsla xəbər tutmazlar. Müsəlmanlara çox dua etməklərinə baxmayaraq, heç kim onların səsini belə eşitməz. Onların Rəbbi ilə duaları pıçıltı şəklindədir. Allah Subhanahu buyurur, Rəbbinizə yalvara və gizlincə dua edin. Həmçinin Həsən Basri belə buyurmuşdur. Bir şeyə gözümlə baxmadan, onu dilimlə demədən, ona əlimi vurmadan və ayağımla bir şey üçün qalxmadan bu əməlin ibadət üçünmü, yoxsa asilik üçünmü olduğuna baxdım. İbadət üçündürsə, yəni Allah rizası üçündürsə davam etdim. Asilik üçün isə bir dayandım. Yəni, gözüm deyə harası dəymədən, nədir? Əlimlə neyəcə götürmədən, ayağımla harası getmədən, hər vaxt nədir? Bunlardan əvvəl bunu fikirləşdim. Əli ibn Bəkkar və bəzənməkdən qorxması. Zahid bir şəxsiyyətə malik olan Əli ibn Bəkkar barədə Həsən Basri belə demişdir.
Bir kimsənin diqqətini belə deyərdi. Bir kimsənin diqqətini çəkməkdənsə şeytanın diqqətini çəkməyi üstün tuturam. Çünki diqqətini çəkdiyim insana qarşı süni bir şəkildə davranmaqdan və beləcə Allahın gözündən düşməkdən qorxuram. Aydındır? Misal verə bilərsən inşallah. Misal verə bilməsin. Yenə baxın. Deyir, Ali ibn Bəkkar deyir ki, bir kimsənin diqqətini çəkməkdənsə şeytanın diqqətini çəkməyi üstün tuturam. Yəni malla, dövlətlə, olmadığını kimi görsənməklə, gözəlliklə, neynə. Çünki diqqətini çəkmək istədiyim insana qarşı süni bir şəkildə davranmaqdan və beləcə Allahın gözündə düşməkdən qorxuram. Diqqətini çəkmək istədiyim insan özü Allaha möhtac vəziyyətdədir, özü acizdir. Əməllərinlə hər şeyə qadir olan Allahı qoyub da aciz və möhtac bir qulun diqqətini çəkmək insanı Allah gözündən düşürtməzmi? Sələflərdən bəziləri insanlara xoş görünməkdən çox qorxardılar. Çünki onlar hər zaman özlərini naqis və günahkar hiss edirdilər. Başqalarının onlar barəsində gözəl zəndə olması onları narahat edirdi. Elə insanlar var ki, dostları ilə ən gözəl əxlaqla davrandığı halda zövcəsinin və övladlarının yanına gedərkən bu davranışı tərk edir və ailəsinə qarşı pis rəftarda olur. Halbuki ən üstün əxlaqi davranışlara layiq olanlar insanın ailə üzvləridir. Halbuki ən üstün əxlaqi davranışlara layiq olanlar insanın ailə üzvləridir. Əziyyətlərinə səbr edilməyə ən layiq olan da məhz insanın öz ailəsidir. Elm öyrənmək üçün zaman ayrılmağa da ən çox layiq olan insanın öz ailəsidir və s. Ailədə səbirsiz davrandıqları halda ətrafındakilərin xətalarına səbr edənlərin səbrini, ailəsi ilə pis rəftar etdikləri halda ətrafındakilərlə əxlaqlı davrananların əxlaqını, ailəsinə elm və imanı tərbiyə vermək üçün vaxt ayırmağı unudub, başqalarına elm öyrədənlərin elmini sələflər süni və ixlaqsız sayardılar. Halbuki ən üstün əxlaqi davranışlara layiq olanlar insanın ailə üzvləridir. Əziyyətlərinə səbr edilməyə ən layiq olanlar da məhz insanın öz ailəsidir. Elm öyrənmək üçün zaman ayrılmağa da ən çox layiq olan insanın öz ailəsidir. Ailədə səbirsiz davrandıqları halda ətrafındakilərin xətalarına səbr edənlərin səbrini, ailəsi ilə pis rəftar etdikləri halda ətrafındakilərə əxlaqi davranışlar, ətrafındakilərlə əxlaqla davrananların əxlaqını, ailəsinə elm və imanı tərbiyə vermək üçün vaxt ayırmağı unudub, başqalarına elm öyrədənlərin elmini sələflər süni və ixlaqsız sayarlar. Çünki insan ilk olaraq ən mühüm olandan başlamalıdır. Əks halda o doğru olmayan bir xarakter və şəxsiyyəti büruzə vermiş, yəni olmadığı kimi görsənmişdir. İxlasla.com saytı tərəfindən təqdim olundu.